Kim ki Ramazan ayında, Şəban ayında Peyğəmbərə salavat çox göndərir, Peyğəmbər onlara şəfaət eləyəcək. Salavat ümumiyyətlə üstünə, salavat şəxsiyyət vəsiqəmizdir bizim. Salavat yəni biz bu ailəni sevirik. Ona görə deyirlər, duadan qabaq salavat deyin, çünki Peyğəmbər və Əhl-i Beytini sevməyənin səsini eşitmək istəmir Allah. Bir əvvəl deyirəm ki, mən bu ailəni sevirəm. Təvazökarlıq var da, sən etiraf edirsən ki, mən fəzilətliləri sevirəm. Bu sevgini dilimə gətir, sonra dua elə ki, səni eşitsinlər. Bu sevgini etiraf edəndən sonra. Tövsiyəm var, kişi qardaşınız kimi Şəbaniyə münacatı var. Xahiş edirəm sizdən, onun ərəbcəsini bilənlər baxsın, ərəbcəsini oxusun və tərcüməsinə də baxsın. Hamısını oxumağa hövsələniz çatmırsa, bir hissəsini oxuyun. Bugün qalan günlərdə oxuyun, bir dəfə olsa oxuyun. Ərəb hərflərini hələ tanımırsınızsa, yox tərcüməsinə baxın, amma onu orijinaldan oxuyun, tərcüməsinə baxmaq. Baxın, görün nə dərəcədə, mən deyərdim ki, münacatlar içində seçməli olsaq bir nömrəli münacatdır. Nə üçün? Bütün Əhl-i Beyt imamları oxuyub, hamısı.